Bismillahirrahmanirrahim. Və la tənaza'u fətəfşəlu və təzhəbə rihukum. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və taqətdən düşərsiz. Ənfal surəsi ayə 46. Ah, onun ayrılığı nə qədər ağır və acı idi. Hacı Qasım onun yoxluğu üçün yanırdı. Seyyid Həsən Nəsrullah hər zaman onun xatirəsini yad edirdi. Bu komandir cəsur yaradıcı, dəqiq olduğu qədər eyni zamanda müqavimət liderinə tam itaət edirdi. Dəfələrlə bəzi mövzularla onun və Seyyid Həsən Nəsrullahın fikirləri fərqli olmuşdu. Amma deyirdi, müqavimətin seyyidi nəyə əmr edirsə o olsun. O bu ruhiyyəni bu ayəyə əsasən digər mücahidlərin arasında da aşılayırdı. Biz Allaha və Peyğəmbərə itaət etməliyik. İdarə etmə sistemində isə rəhbərə və vilayətə tabi olmalıyıq. O deyirdi, iclaslarda gərək öz fikrimizi deyək, amma lazımsız mübahisələr ruhiyyənin zəifləməsinə səbəb olur. Biz birlikdə düşmənə qarşı yaxşı mübarizə aparmalıyıq ki, Allahın yardımı və köməyi bizə şamil olsun. Bu ayəni tez-tez yada salırdı və deyirdi, kənar məsələlərə diqqət yetirməmək, münaqişələrdən uzaq qalmaq və səbirli, müqavimət göstərmək qələbəyə aparan yoldur. Əgər İslamın mücahid komandirlərinin həyatına baxsaq, onların Quran tərbiyəsi aldıqlarını görərik. Onlar bu göstərişlərə əməl etdikləri üçün döyüş meydanında uğur qazanırdılar. Bu şəxsiyyətin ən bariz xüsusiyyətlərindən biri rəhbərə itaəti idi. O, Hizbullahın cihad bölməsinin rəhbəri idi. Amma itaət məsələsində üst rəhbərlər arasında nümunəvi bir şəxs idi. Bəli, burada şəhid Hacı İmad Muğniyə haqqında danışırıq. O, Seyyid Həsən Nəsrullah ilə birlikdə Livan Hizbullahının qurucularından biri idi. İslam inqilabının qələbəsindən sonra Hizbullah ideologiyasını formalaşdıran ilk şəxslərdən biri idi. O, bir müddət fəth hərəkatında hərbi iştirak təcrübəsi qazandı. Lakin sonda belə bir nəticəyə gəldi ki, onlar düşmənə qarşı mömincəsinə müqavimət göstərmirlər. Hacı İmad bir neçə il İranda və cəbhələrdə iştirak etmiş və düşmənlə döyüşlərdə zəngin təcrübə qazanmışdı. O, fars dilini mükəmməl şəkildə bilirdi və müqavimət hərəkatının idarə edilməsində müstəsna bacarığa malik idi. Hizbullahın cəbhə qüvvələri onu mübariz bir komandan, qürurlu, nəcib və cəsur bir lider kimi qəbul edirdilər və onun sözünün üstünə söz demirdilər. İmad, Siyonist düşməni dəfələrlə gözlənilməz hücumlarla yaxalamışdı. Bu gənc, dahi gecə-gündüz həyata keçirdiyi əməliyyatlar və hücumlarla İsraili Livanın cənubunu tərk etməyə məcbur etmişdi. O, ABŞ və İsrailin mənafeylərinə qarşı böyük əməliyyatların qurucusu idi və illərlə terror qruplaşmaları onun axtarışında idi. Onun ən mühüm fəaliyyətlərindən biri Fələstinli gəncləri Qəzza zolağında və İordan çayının qərb sahilində döyüşə hazırlamaq və onları təlim keçmək idi. Hacı İmad kəşfiyyat, təhlil və xüsusi əməliyyatlar sahəsində ən məhdud imkanlarla əməliyyat keçirir və düşmənə ən böyük zərbəni endirirdi. O, bölgənin güc balansını dəyişdirən insanlardan biri idi. Ənsariyyə əməliyyatı da onlardan biri olmuşdu. Hacı İmad açıq şəkildə elan etmişdi ki, bu əməliyyatda Seyyid Həsən Nəsrullah şəxsən iştirak edəcək. Düşmən öz qüvvələrindən bir qrupunu dəniz vasitəsilə gizlicə Seyyid Həsən Nəsrullahı terror etmək üçün göndərmişdi. Hər şey əməliyyatın başlanması üçün hazır idi və elan olundu ki, Seyyid Həsən gəlməyəcək. Qəfildən neçə partlayış səsi eşidildi. Xəbər Hacı İmada çatdı ki, əməliyyat uğurlu olub. O bilirdi ki, Siyonist düşmənin komanda qüvvələri Seyyid Həsənin sui-qəsd planını həyata keçirmək üçün hansı yolla hərəkət edəcəklər. O, onlar üçün ağır bir pusqu qurdu və həmin gecə onlarla düşmən komandası məhv edildi. Hacı İmadın ən mühüm hərbi planı 2006-cı ildə 33 günlük müharibə zamanı həyata keçdi. O, düşmənin sərhəd postuna hücum edərək çox sayda düşmən qüvvəsini məhv etdi və 2 düşmən əskərini əsir götürdü. İsrail ordusu 33 gün Hizbullah ilə döyüşdü, amma məğlub oldu və müqavimətin şərtləri ilə razılaşdı.
yüzlərlə Fələstinli və Livanlı əsirləri azadlığa buraxdı. Bundan sonra bu rejimin terror şəbəkələri Hacı İmadın izinə düşdü və onun yerini müəyyən etmək üçün bütün güclərini səfərbər etdilər və nəhayət 2007-ci ilin fevral ayının axırlarında Hacı İmad Dəməşqdə İranlı komandirlərlə görüşünü bitirdikdən sonra binadan çıxıb avtomobilinə doğru gedərkən bir bombanın partlaması nəticəsində şəhid oldu. Lakin onun başladığı müqavimət yolu yetişdirdiyi yeni nəsil döyüşçülər tərəfindən davam etdirildi. Oğlu Cihad Muğniyə də bir neçə il sonra hərəmi müdafiə edərkən şəhid oldu və atasına qovuşdu.